Benzersiz. Benzersiz nədir? Bakı gözəldir. En azından buradan baxanda. İçəri dalanda isə hər şey üzə çıxır. Hər birimiz arası tələsirik. Hər birimiz öz dərdimiz bürüyüb. İşdən evə, evdən işə. Çox olmayan istirahət dəqiqələrini isə ekran doldurur. Bu əsr bizə bəzi şeyləri unutturub. Qaça-qaça alına necə öyrəşmişik isə əsl dünya gözümüzdən qaçıb. Benzersiz unutmuşuq. Benzersiz nədir? 300 min ilə yaxındır ki, insan bu böyük qaya parçasının üzərində yeriyir. Lakin hər dəfə cəmi bir neçə yerə baxanda heyranlığını gizlədə bilmir. Yuxarı diqqətlə bax. Orada sonsuz sual, sonsuz sir var. Bir anlıq baxa biləcəyin göydə nələr gizlənir. Milyardlarla başqa yer kürələri, başqa günəşlər, xəyal belə edə bilməyəcəyin böyüklükdə kainat bənzərsizdir. Əslində çox uzağa getmək lazım deyil. Yaşadığımız kürənin özü belə bənzərsizdir. Təbiətin vahiməli gözəlliyi, hər yarpaq, hər ağac. Əslində biraz da yaxınlaşa bilərik. Qaça-qaç içində ən tez unutulanlar, sevdiyin insanlarla sadəcə yan-yana olmaq. İndi isə saata bax. Necə də tez gedir, hə? Deyəsən əsl bənzərsizi tapdıq. Biz heç niyə burada var olduğumuzu tam olaraq bilmirik, ancaq nəsə bizim burada var olmağımızı istəyib. Bütün bu bənzərsiz gözəlliklərə şahid olmağımızı istəyib. Və bunun üçün sadəcə bir şans verib. Bu bədəndə bir şansın var. Bu bir şansını yaxşı dəyərləndir. Bu planetdə, bu kainatda keçirdiyin hər anın dəyərini bil. Hər anını doyunca yaşa. Qaça-qaçda yox. Çünki hər anın bütün kainat kimi yeganə və bənzərsizdir.